Kirayə qaldığımız evdə həm dərin təmizlik, həm də dəyişiklik edirəm. Part 3. Bilirsiniz ki, dəyişiklik etməyə mətbəxdən başlamışdım. Bugün isə mətbəxin ab-havasını dəyişmək üçün divardan asmağa A4 ölçüdə belə bir gözəl rəsmlər çəkdim. Rəsmlər təbii ki, ramkada daha gözəl görünərdi, amma mən bunun üçün də çarə tapdım. Hər bir rəsmlərin arxasına bu formada kəsdiyim kartonları yapışdırdım. Həm də rəsmlərin kənarını boya ilə çərçivələdiyim üçün kənardan baxanda həm səliqəli, həm də ramka içərisində olduğu kimi görsənir. Arxa hissəsinə karton da yapışdırandan sonra elə ramka effektini verdi. Rəsmlərlə işimi bitirəndən sonra mətbəxə yapışdırmaq üçün bu formada yapışqanlı vinillər aldım. Keçən dəfəki vloqlarda o qədər qeyd etdiniz ki, vinillərdən alıb yapışdıraq deyə biz nə sizin həvəsinizi yerdə qoymadıq, nə də öz marağımı. Bu yapışqanlı vinillərdən istifadə edib qaz plitəsi ətrafında olan bütün bölgələrə yapışdırdım. Hətta keçən dəfə alt hissəsinə kağız yapışdırdığım üçün daha da rahat yapışdı. Burayla da işimizi bitirəndən sonra keçdim kiçik bir dekor etməyə. Əlimdə olan dekor qablarından istifadə edərək mətbəx masasının bir küncünə belə bir alan yaratdım. Ardınca isə çəkdiyim rəsmlərin hər birini mətbəxin boş bir divarına yapışdırıb həmin hissənin daha gözəl və ürəkaçan olmasını istədim. Şəkilləri yapışdırandan sonra düşündüm ki, bu hissə tam kofe və ya çay içməlik bir güşə ola bilər və ona görə də evdə olan balaca bir kreslonu ora çəkdim və nəticədə belə şirin bir yer alındı. Mətbəxin əvvəlki vəziyyətinə baxarkən hazırda daha ürəkaçan və fərah oldu. Düşünürəm ki, harda yaşamamızdan asılı olmayaraq oranı gözəlləşdirmək tamamilə bizim əlimizdədir. Və hər zaman da insanlara çatdırmaq istədiyim fikir də bu olub. Mən nəticəni çox bəyəndim və sizin fikirləriniz necədir? Bu arada evdə görüləcək işlər hələ çoxdur. Əgər sizin üçün də maraqlıdırsa, bizi izləməyə ala bilərsiniz. Növbəti və daha maraqlı vloqlarda görüşənədək.